İyulun 21-də Berlində Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasının prezidenti Frank-Walter Steinmeier ilə geniş tərkibdə görüşü olub. Almaniya prezidenti Azərbaycana səfərini məmnunluqla xatırladı. Frank-Walter Steinmeier dünyada və regionda cərəyan edən hadisələr fonunda Azərbaycanı və Almaniyanın sabitlik adası kimi xarakterizə etdi. O, Azərbaycan-Ermənistan sülh gündəliyində əldə olunmuş nailiyyətlər münasibəti ilə təbriklərini çatdırdı. Almaniya prezidenti Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu xüsusi qeyd etdi. Dövlətimizin başçısı da öz növbəsində Frank-Walter Steinmeierin ölkəmizə səfərini məmnunluqla xatırladı. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rola toxunan Prezident İlham Əliyev, ölkəmizin artıq Almaniya və Avstriyaya da qaz ixrac etdiyini dedi. Söhbət zamanı Azərbaycanla Almaniya arasında münasibətlərin dostluq xarakteri daşıdığı qeyd edildi. İqtisadi və biznes əlaqələrinin inkişafı üçün geniş imkanların olduğu bildirildi. Dövlətimizin başçısının Almaniyaya bu səfərinin ikitərəfli əməkdaşlığın inkişafına ciddi təkan verəcəyinə əminlik ifadə olundu. Bu səfər zamanı Azərbaycan-Almaniya əlaqələrinin strateji mahiyyət kəsb etməsi ilə əlaqədar Prezident İlham Əliyev və kansler Friedrich Merzin imzalayacağı Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair birgə bəyannamənin əhəmiyyəti vurğulandı. Görüşdə Avropa Komissiyasının prezidenti Ursula von der Leyen'in Bakıya səfəri xatırlandı. Bu xüsusda Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafı qeyd edildi. Söhbət zamanı Orta Dəhlizin əhəmiyyəti və bu dəhlizdə Azərbaycanın önəmli roluna toxunuldu. Yaxın Şərqdə yaranmış vəziyyət barədə fikir mübadiləsi aparıldı.